Salam aleyküm değerli izləyicilər. Hər vaxtınız xeyir olsun inşallah. Saray qəsəbəsində Düz sarayın mərkəzi sentralni yerində. Sentralni. Bu gün başım gedib bu evi görmüşəm, dəli olmuşam. Değerli izləyicilər, sizə bir dənə obyomu böyük, kvadratın deməyəcəm, yəni nəhəng bir dənə ev təklif edirəm sizə. 3 sotun içində değerli izləyicilər, çıxarış tek pasport. Evimizin altında hündürlüyü görürsünüz. Daha 12, 13, 14 daşın üstündə. Zborç mərtəbə değerli izləyicilər. İstəyirsən MTK-yə yaxın, istəyirsən Nazim Marketə yaxın. Super bir dənə variant. Değerli izləyicilər, bax mərkəz kanalizasiya sistemi bir dənə göstər görsün. Gəl bura qardaşım. Bax evin yan dövrəsindən keçidi var. Bu evin aşağı hissəsidir. Qısa material göstərəcəm bir dənə. Çox vaxtımızı almayıb çıxacam yuxarı. Bu evin bu aşağı hissəsidir. Bax burada qoşa daşla görürsün, orada perimetre var, qoşadır. Ora bir dənə aşağı hissəsidir. Bir dənə 1 ilə 2'nin arasında monarkin də bir dənə zəhmət olunca göstər. Göz nurudur ya, mil kimi. Gəl bura. Değerli izləyicilər, bu da evimizin arxasında qalan hissəsidir ki, evin yan tərəfindən də gəlmək olur. Bağın çək belə. Toyuzda da maşallah saxlayırlar. İndi bir yol saxlayaq, keçək evin içinə. Evin içinə keçid eləyirik. Maşallah evin bir dənə qəşəng zam balkonu var burada. Gözəl insanlar, baxın, gözəl bir dənə zam balkondur. Bax değerli izləyicilər. Baxın gözümüz nurlansın deyə bu evi çəkirəm sizə. Evimizin bax koridor sistemidir değerli izləyicilər. Koridor sistemindən gəldin. Gəl buna bir dənə qonaq otağı ilə tanış edək. Zəhmət olsa qonaq otağını götür. Değerli izləyicilər. Evimizin mətbəxinə bir dənə baxın. Yani adamın gözü nurlanır da, yani adamın gözündən nur gəlir. Bax mətbəxə bax, çiçəkdir, çiçək. Membranla yığılı var, bahalı materialdır. Yəni belə 10 manatlıq, 15 manatlıq materialdır. Bax sonra evimizin sanitar qovşaqları ayrı-ayrı. Bir dənə zəhmət olmasa. Bir dənə taharətdə bir dənə kafel bırakmayıb. Değerli izləyicilər, evimizin yani kvadratı adamın gözün qamaşdırır da, yani tam olarak 260'dır, 300 kvadratdır, ne değil. Yani yukarı təmiz 156'dır, 160 kvadrat yukarı derəcədir. Evimiz yenə də deyirəm, sarayda mərkəzdə yerləşir, değerli izləyicilər. Baxın, yəni evimizin bütün otaqları genişdir. Yəni belə deyim də sizə, bilən ki bu evdə bir dənə desk otaq var, yoxdur. Gördüğünüz evin içi necə genişdir, hətta ışığı da yandırmırıq da, ehtiyac yoxdur. Evimizin qiymətinə gəldikdə değerli izləyicilər 177.000 manat. Real alıcıya indirim olacaq. Real gəlib söhbət eləyənə. Full təmir.